Mən bax bu oyunun Salihlə oynayacağım. Çünki deyəsə onun straniyası yoxdur. Çünki dinç sakindir. Mafiya üzrə, если честно, mən şübhələnirəm 15 və 16 nömrə. Onlar nəsə orada danışırdılar. Mən prosta eşitmədim nə danışırdınız. Ona görə ya hədəfi seçirdiniz, ya da ki istəyərdim ki sizi yox 16 nömrəni eşidim. Mənim favoritim. Fidan bir tutur. Dexter. Fikrimizə Fidan'dır mafiya. Mustafa'ya yenə mafiya gəldi. Zəfər özü səsliyir, mən döndür da mafiya var. Səsliyir. Fidan 2. Samir buyur. Ben sana tekrar şüpheleniyorum ama sahte mecburiyetli olduğu için Ruslan diyeceğim. Ruslan bir tutur. Pərviz buyur. Axşamınız xeyir. Belə bir şey yoxdur. İkimizə bir saatı gəlir, nə gəlirsə oynamaq lazımdır. Bu oynamağa gəlmişik, telefon oynamağa gəlməmişik. Bu bir. İkincisi ki, ihtiyacı hesabım yoxdur. Yenə də gedirəm mafiyaların üstünə, rejimə də qoyur. Mən şübhələnirəm Eyvazdan, şübhələnirəm 16-dan, şübhələnirəm Fərət mənim səndən, şübhələnirəm Dexter. Statın sonu. Mən də səsini verirəm Salih. Salih bir tutur. Zəfər buyur. Elə şey üçün belə deyil. Dexter məndən dediyi iki fikir var idi. Biri ilə razıyam, ikinci ilə yox. Özüm da onunla razı deyiləm. Amma birinci ilə razıyam. Ya mafiya deyiləm. Siz necə? Niyə mafiya deyiləm? Siz belə fikir verirsiniz, lomkada oturmuşdum orada. Mən mafiya olanda həqiqətən nasirəm olur, oynayacağım. Amma mafiya olmayanda oyun mənim üçün rahat gedir. Mafiya olanda biraz mənə elə bir gülümsəmək tuturdu. Bir palet olmasın deyə özümü başlayırım sıxmağa. İndi yeni gülümsəməyə Fərhatda gördüm. Tutub bayağı da oldu. Fikir səndədir, amma səsim bu standadır. Sakin. Səs? Səs? Mafiya parası. Dost deyil, mafiya parası. Pərviz bir xəbərdarlıq, Sabina bir xəbərdarlıq. Səs? Səs verdim. Ruslan 2. Mehdi buyur. Komissardan bir gizli xahiş edirəm. Zəfərin səs verməklə qaldırıb deyil. Çünki Dom Mafiya gələndə, sadə yox, varisi gələndə heç nə yox, amma Dom Mafiyada olur tərəflərdir. Belə nəsə bir səslər gəlirdi. Ola bilər, amma əllə çıxartını yap. Amma komissar bir dənə yoxlasın ki, beynimdə qurtlar var, qurtlar məni yeməsin. Komissarda nə gedir? Bu bir. İkinci silahlı kartım yoxdur. Mənim sizin köməyəm ancaq əl ola bilər. Manyak məni öldürə bilir, komissar öldürə bilir, mafiyalar öldürə bilir. İstəyirsə yenə də bəyəkçi kimi mafiyalar qudusunlar, qalım oyunda sizə hədəflər verir, bir yıllar çıxardan bilirlər. İstəmirsə də gecə ilə mənim manyak bursunu olsun, oturlarlar. Amma xahiş edirəm, komissara deyiləm. Komissar bir dənə yoxlayır, belə vəziyyətin yedədir. Bir nömrə danışar. Fərhat qardaş. Fərhat bir tutur, Sura. Hələ ki bir fikrim yoxdur, danışıqlara baxıram. Məncə komissar bir sən verin qoyar. Mən Mehdi deyəcəm. Bir Fidandan da şübhələnirəm. Mehdi bir tutur, Cavidan. Yani hiç rahatlıkla Böyle biraz hayal geldi. ona karşı bir rahatlıkla ona göre de başka ses yok. 15. İbrahim bir tutur, Eyvaz buyur. Səbinə xanımın səsindən eşitmək. Üzülürsən Dexter Bey. Üzüm lazım deyil, fısır və sarsın. Və mən klanın vətəndaşlara vətəndaşlar tərəfindən mafiya axtarıram. Masadan mafiyanı çıxmalı istəyirəm təbii ki. Mən inanmıram altı nömrənin sözlərinə, çünki yəni o sözlər manipulyasiya sözləridir məncə. Ona görə mən düşünürəm altı nömrə. Cəfər 2. Zəfər 2. Xahiş edirəm, kimə səs verilir, əllərinizlə rəqəmlərinizi tutun. Orik. Eyvaz. Eyvaz bir tutur, Yalçın. Şübhələnirəm Cəfərdən, Suradan. 2 nömrə xanımlar. Hər qalın 2 nömrəsindən.
Səsin kim oldu? Sahib. Salih bir tutur. Salih buyur. Deməli, mən həmişə adını çıxartdım. Bir dənə də kola mənim. Sağ olsun qardaş, hardan bir şey Saatdan atmaya yaz. Görür nəsə istəyirsən. Say istəyirəm. Necə mafya deyilsə, aktiv kart var, müəssisiz, bundan kartı var. Kartına baxdı sevindir. Mafyadırsa işlər mafyalaşlarız bilərsiniz. Belə də aktiv kart var, varsa ödərəsiz. Bu oyundan dolar olacaq, bəlkə səni qaldıracaq, fərqi yox. Həm də mafyalar qəşəng adamlara düşür, məsələn, Nefti qalır. Sağlıqla bilmirəm, amma Nefti salam bırak. Altına heç bizə səs vermişsə, sən bunu o yoxlasında qalmışsan. Sonra sən sən Nefti səs vermişsən. Səs. Səsini verəm, kimi çıxaraq. Filanın adına 6 nəfər çəkiliyor. Sən nə yemişsən filan? Nefti. Mehdi 2. Ruslan. Uşaqlar, 10 saniyə danışırım. 30 saniyəniz var ya, onu nə? Mən onun istifadə etdim. Dəst eləyim. Vaxtını dolduracaq. Tərzi Sabina ikinci xəbərdə. Mehdidir. Nə vaxt birinci idi mən? Eyvallah, üçü də şübhəli kan. Aferin. Yəni, Mehdi nə an? Artıq Mehdi üstümə gəlir. Birinci qurbanı ehtiyat edir, əmini ilə üstümə gəlir. Birinci bir sakinə. Hakkı kalktı, narahat olma. Mafya kim olursa, ama əlim sərdim, sən ol. Səsim də sənə. Mehdi 3 bəraitdə. İbrahim. Tabii, Sivanla bağlı deyil. Sərf. Burada da mafya qətliyyən yoxdur. Nə qədər köməkli edə biləcəmsən vətəndaşlara, o qədər köməkli edəcəm. Səsimdə olacaq Pərviz. Pərviz 2-dir deyirsən. 1, niyə 2 olsun? Yaxşı. Birlər əlini salır aşağı. İkilər əlini saxlayır. Fidan buyur. İki səs. Ən sonda oturacağım. Çünki həqiqətən hamımız gəlmə şansı olur. Mən %100 şübhələnirəm Fərhad bəylə, Samildən, bir də 9 nömrədə. Mən çox cüzətlər sayılırdı. Fərhad bəydən, Samildən və 9 %100 şübhələnirəm. Silahlı qatda tanışlar yoxlaya bilər. Samil, sizin esasında onun səsini Fərhad bəylə. Hamı əlini salır aşağı. Bizə danışır təkcə Mehdi. Salih bir xəbərdarlıq. Mehdi buyur. Oyunda neçədən fərq var, qardaş yəni. Bir dənə də, kimdir? Bir nömrə. Gördün? Mən mafya Fərhad demişəm. Sizi deməmişəm, bu bir. Niyə görə Salih deyənəcə mənim üstümə gəlmişsiniz? Mən ömrü boyu deməmişəm, ha mafyasız. Fərhad dedim, sadəcə Cəfəri yoxlasın. Salih deyir ki, Cəfəri sıxırıb, Cəfəri səs verməmişəm, sadəcə yoxlasın. Komiser mənə yoxlaya bilərsə, dil sakinəm. Heç bir kartım yoxdur, yenə deyim, sadəcə köməkli eləyə bilərəm əllə. Bir də sizə verə bilərəm ki, kim kimə hədəf verdi, birinci aşırılan kart mafya hədəfidir, nə bilim, hansı bəyət dediyim kimi də, necə deyim ki, Sabina mafya deyil. Çünki niyə gözəlsəydim, qorumuşdu mafyanın hədəfini. Mafyaya qalçıq o da necə ola bilər, gözəlsi getirdim, qardan ola bilər. Mənə əl qaldıranlar bir oyunuma bəllidirlər ki, mafya olacaq, ki, oyuna kənə başlayısınlar. Mənə vətəndaşlar heç kim əl qaldırmasın. Komiser yenə deyirəm, ürəyi istəyir gecə məni yoxlasın. İkinci gecə yaxşı şey görüm, Zəfəri yoxlasın. Komiser yoxlaya bilər. Əminəm, komiser də vurduğu əgər mafiyası çıxacaq, din sakinsə qalacaq. Heç bir aktiv kartım yoxdur, ancaq din sakin. Əgər olsaydı, mən gecə siz deməzdim Zəfəri, özüm vurardım Zəfəri. İndi əl qaldırın görüb, necə əl qalxacaq, onu da biləcəm. Mən mafiyayam, yoxsa sadə vətəndaşam. Bu qədər. Təşəkkür edirəm. Mənə qalxan əllər amma vurun ha, deyim biləsiniz. Stop. Minimum 5 əl yetərlidir ki, siz Mehdini yox. O yalnız dedim, axı, 3-cü qrup, 4-cü qrup, 2-lər bərəkdə çıxır. Bizə bərəkdə o təkcə Mehdi. Kim düşünür Mehdi mafyadır? 1, 2, 3, 4 səs. Noç. Yox. Yox, bildim daha 10 gelir. Yox. Sən sonra 10 gelir. Yox. Biraz olsa. Türkiye'de ben de oynam. Otur. Bas bayrağı. Yox. Gözünü açır gangster mafyalar.
Yok. Doktor. Yok. Manyak. Yok. Komisar. Yok. Kamikaze. Yok. Kabulga. Yok. Cezalça. Yok. Hamın sabahı xeyir. Ayda Allah razı olsun. Spirti vurmuşum. Gözlerimi tuttum. Onun içine hansı ağlı spirt vurar? Ben vurdum. Ha. Onlar hamısı yuyulub, sterilize olunub, gətirilib bura. Ha, əlinə yerə düşsə oje problem sizindir. Sakit. 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 İnandırım səni çorabla atmamışam, başqa şeyini atmışam. Peçat. Sakit. Yox, elə şey eləmirəm, özüm olsun. Deməli, dur çıx bayrağa. Dur çıx bayrağa. Elə şey sənə üçün deyəcəm. Deməli belə, gecə çıxan kartlar. Sabina. Tak. Mən 1 2 Allah rəhmət 3 Hamısan vurdu. Mafya hedefi buraydı birinci Qardaş, mafiyanın hədəfi komisarın manyak hədəfi. Bir dənə mafiya Komisarın geldi. hedefi teksti yine çektim. Tek sıramazsam Nerede manyak vurdu yok mu? Tek sıramazsam da bir şey bu. Arada karmaştı. Teksti sen yine. Amma əsas odur ki, Arda ve gösteriyoruz bir ya. oynayacaqsan, 4 nəfər olacaqsınız, gedin kef edin. Esas argument gösteriyoruz. Usta argument. Esas Mən argument. qaldırmışsınız əvvəl. Esas bir ayrı bırak. Amma gecə mən qorumuşdum. Sağ ol. Aşağısı. Minnətdarım. Sabina xanım, çox üzr istəyirəm sizdən. Çox. Siz birinci dəfə gözünüz açarlar, bana cavab verirsiniz. Niyə cavab verirsiniz? Mən deyə bilərəm. Mən deyib qıratdan mən də sonra sözlərə baxdım. Görür? Sağdan Yenə deyəcəm. qaldırmadım. Bu bir çıxış o deyil. Yılmaz əvvəl qaldırmadım. Yerə girişiniz. Görürsünüz telefonlar oynuyor, ne bu mafyatlar çekiyorsunuz? Telefonlar oynuyor, ne mafyatlar çekiyorsunuz? Mehdi. Yılmaz mən mafiya gedib qabıqam oyanacaq. Sağ olsun, məni qoyucuyuzdur, sağ olsun. Amma bu gecə ölməyəcək, siz gözünü qoruyacaq. Sağ olsun. Ben sana Çünki mən deyirəm, o qırağa baxıram ki, mənə necə baxıram. Mafyalar qaldır. Bu niye vurur? Ekstra mafya deyil, sən ya. İkisindən biri ola bilər. Bəlkə də bu mafya olur, sən ya. Mafya olur. O da bəxtə baxıram. Yani kim oldu? Mafya deyil. Mən mafya kimi sən qaralara edəm qırağa bax. Görün mən sənəsində kim gəl. Mən maraqlı. Mənə belə də bərasın.
Gecədə, gecəyə gedəndə. Aha satır. Gel Orhan satır. Gecəyə gedəndə oyundan çıxıb. Təhqir edir ki, məni vurmamaq deyiləm. Özünə aktiv çıxar götür, özünə aktiv verir. İndi belə deyəlim, kim ki bu tərəfi saxlayır, kim ki Eyvaz seçsin. orada onlardan seçməli. Oyundan Eyvaz'dan. Oyuna Eyvaz. Eyvah dövdü. Onu sən çıxardaq, sən çıxardaq oyuna Eyvaz. Hə, Bərbeş. Sən çıxardaq oyuna Eyvazdır. Giriyor da mafya hedef kurar. Komisyon hedef kurar ama Niyə hedef mən kurar. keçmək vurmuram? İbrahim de mafyadır, biz de bilərsiniz. Ruslan mafya olduğunu fikirləşmirsən. Ya Eyvaz. Eyvaz mafya. Sonra sən üçüncü tepsi var. Mənə təqdimatı qalır. Ay Salih. İkisindən biri çıxmalı. Salih, bir dənə fikirlə. Sen dörden kimidir? Ay Eyvaz. Bir de kimse, bir de bu kalmıştı. Ferhat o da kaldırmıştı. O da kaldırmıştı da. Yani hepsinden oynuyorum. Ben Eyvaz Bu işaret Ben de aldım. Ferhat bilmem ne kaldırmışım. Hani el lazım. Onda 5 el yoktu. Dördən idi. Dördən. Kimindir? Ruslan, Eyvaz, Zəfər, Fərhad. Dexter kaldırmış. Dexter Hep pis Yok hep de. Olmadı ben böyle olmadı. 3, Şüpheli muhakkak. 2, 1, Ama şüpheyden. masa, stop. İkinci stop və sonuncu stop. Argumentlə gedir mənim. Bəli, bu qrup yalnız və yalnız argument və səs. Sözdəkiler danışmasın zaten olmazsa. Türləş işin. İkisi de ölülen, ikisi de məişdən danışırlar. Rəhmət Orxan Bunlar bir klan değiller. Çünkü birbirlerine söz diler. Sakin. Bir vətəndaşdır. Heç kim danışmır. Sabina, buyur. Мен свои наблюдения могу сказать, или я только должна обязательно говорить что-то назвать? Если не хочешь на аргумент сказать, не хоти, что-то хочешь сказать, скажи. Mən deyirəm ki, doktor oyunda varsa, Mehdi ilə oynasın bu oyunu. Başa düşürsən? Ki, Mehdi o deyil və inan mənə. Çünki neyse, mən deyirəm Orxanı. Orxan mafiyada niyə görəm nablüdeniya. Bax, sən görmürsən buradan oturmuşsan, amma mən buradan oturub baxıram. Eyvaz öləndə nastroyeniyası yox idi. Elə sənə də eləyib də. Yəqin ki, nəsə hiss eləyib də, может быть, onu vid olsa zat biz bilmirik. Mən yalnız bilsən necə hərəkətlər üzrə nəsə tutmalıyım ki, çünki qapalı oyundur. Necə bəyək oyunda sizi tutmuşdum. İndi mən tuturam ki, məncə Orxan mafiyada, yoxsa mən nerələnir, ayağımla başlayıb oynamağa. Orxan, sən mafiyadasan deyərsən. Teşekkür ederim. Pas. Samir, Samir buyur. Mən 15 nömrədən tutarlarından xəbər ona görə ki, mən Ruslana səs verdim, sonra Xidəmə səs verdilər, amma o ikisini də müdafiə elədiyi üçün mən 15 nömrə deyirəm. O nə bildi ki, ikisi də mafiyə deyil. Yəni, bəlkə görür ki, demək ki, müdafiə edirlər. Ona görə 15. Teşekkür ederim. İbrahim bir tutur. Fəriz buyur. Baxırdınız ki, şeydən danışdıq, kim necə çıxdı, necə çıxdı, baxın, argumentim yoxdur. Son saatlarımda normalda belə danışam, mən bir argument deməyə. Mən yenə də Fərhat müəllimə şübhələnirəm. Özümə nasıl oynayaraq Mehdi oynamaq istəyirəm. İbrahimlə oynamaq istəyirəm. 16 nömrəli Siz başım ümumiyyətlə pis qələm eləmirsiniz. Cəfər buyur. Yəni açığı mənim də Fərqəs kimi çox bir düşüncəm, çox bir belə şübhəm yoxdur heç kəsdən, amma sadəcə fikrimdə bir dənə fikir yaranır. O Mehdiyə olan şübhəmdir. Danışıq 15 nömrənin, 16 nömrənin qorumalarına görə şübhələnirəm. Çünki özüm mafya olanda yoldaş axtarmağa çalışıram həmişə özümə. Amma mənim fikrim də yenə də fikrim Mehdidən başlayacaq. Pas. Mehdi buyur. Mən əslində qalanda birinci gecə səs verdi, sonra ikinci verdi Zəfər. Buran heç bir mafiya deyil. Bu bir. Niyə görə sən etdiqlərsən ki, Mehdi mafiyadır, bunlar niyə çıxmışlar? Gördük, Eyvaz mafiyadır. Yəni, birini mafiya vurub, birini kanser vurub, birini manyak vurub. Ola bizim manyak deyib düşür ona, onda bəlkə də normal kartidin də öldü o. Bu mənə əl qaldırdı. O da bilir ki, mafiya yoldaşım, əgər mən mafiyayamsa, o mənə əl qaldırmaz.
Sizə qaldırar, amma bundan sonra mənə qaldırmaz. Yəni, bu çox gözəl bir şey. Ondan da əlavə edək ki, doktor məni qoruma. Doktor özümü qorur. Niyə görə deyirəm? Çünki mənim silahlı kartım yoxdur. Komissar da başına vura bilər. Manyak bu söyləm. Belə də ki, istəyirsinizsə də mafiyalar olsun. Təşəkkür edirəm. Stop. Pas. Sıra buyur. Mənim şübhələrim Yalçınlardır. Yalçınlardır. %100 demək istəyərəm Fərhaddan. Fərhad mafiya. Mənə görə mafiyadan. Hətta belə rütbəli mafiyalardansa bundan sonra. Bu səslər verir. Amma mən istəyərəm ki, səni əldən qaldıram Fərhad. Gecə də yox, belə günü söyləmişdir gedəsən. Fərhad. Təşəkkür edirəm. Pas. Daldan buyur. Neysən? Nə tədbirləşsin? Çıxartmaq istədim. Pas dediksə, mən deməli argument gətirəm ki, pas. Orek. Bak, Sabina xanım, mən Eyvaz'a səs vermişdim. Müvafiqə şübhələrini buldum. Eyvaz'a gecəyə gedəndə vurma məni, mən müvafiq deyiləm, vurma məni. Deyir ki, mən aktiv kartım. Aktiv kart deyiləm. Bu bilirəm. Şübhəm Salihdə nəyə görə? Birinci Nastiyanası yox idi, oyuna girmək istəmirdi. Daimi enerji içələn dostluğa. Sonra gördük ki, birdən-birə mafiyalar qaldı, oyuncular biri çıxdı. Mafiyaların çoxusu qaldı oyunda. Aktiv kartlar bəlkə də vurub çıxardıblar, bilmək olmaz. Bəlkə də komissar da yoxdur oyunda, bilmək olmaz əl içinə. Salih birdən-birə aktiv kartı. Başladı oynamağa. Deməli, nəsə aktiv kartın birini çıxardıblar ki, ona görə başladı oynamağa. Ona görə Salih deyil. Pas. Yalçın buyur. Pas. Salih buyur. Təhqir olar, qardaş. Sakin. Təhqir qəbul edirsən. Təhqir qəbul edirsən. Orxan bir xəbər danış. Buyur. Danışmağa başlanırdım ki, Eyvazla Mehdi mafiyadır. Yəni, necə oldu ki, sonra da başladım Eyvaz mafiya kimi çıxmağın deyirsən, mən intiyacım səndən oynayıram ki, o səsi düz deyil, ona vermişdim, baxmışdım. Amma belə onun üçün oynamam. Özün yandırın oyunsanı ümumiyyətlə oynamayacaq. Necə ki, Fidan deyəsən burada Eyvazı, oradan ona şirmiyyət göndərir, sonra üzür desən, vurarsız artıq kartlar olur. Mafiyalar vurarsız. İkincilər Eyvazı, sonra da üzür istəyir ki, mənə bağışla, mən səni vurdum. Burada aktif kartdır, ya mafiyadır, ya da ki, güclü kart var, vurun. Aktif kartlar bir Doğrultuda bunu, indi Sabinədən şübhələnən mafiya kimi deyir ki, adından çıxın, bir burada oradan var. Səni nəsə istəyir? Hə, Orxan sevindi deyirsən ki, Orxan Eyvazın səslənən adam olmuşdur, səsin tərcizədir. Təşəkkür edirəm, pas. İbrahim buyur. Sabinin doğruluğunda necə qəbul ediniz başa düşmək? Mən bu qardaşla söhbət edib kəlmə keçmək. O necə müdafiə edəsiniz? Yanlış doğru verdiyinə görə və aparıcıda qəbul edildiyinə görə də mən də elə sabir deyirəm. Pas. Niyə də? Niyə? Bir-birinə qarışmaq bundan qarışmır. Yanlış doğru qəbul edir, mən doğrunu qəbul edirəm. Gecə yaxşı. İbrahim və Mehdi bir xəbərdarlıq. Sizdən buyur. Qəribədir ki, heç bir mafiya ağzını açmadı, pas dedi, öldürdü, çalışdı ki, özünü yandırmasın. Sadəcə Eyvaz keyfi yox idi deyə ona şübhət verərdim. Evimdə istəyirsə Eyvaz üçün almışam, çünki olmamışım. Bu ayrı. Argument gətirə bilməyəcəm, çünki dediğim gibi heç kim ağzını açıb bilənmiş bırakmadı ki, biz onları olmuşdan üstünə gedək, yəni heç bir səs bırakmadı. Mən şübhələnirəm yenə də Fərhaddan, yenə də şübhələnirəm Samirdən və çay bayaq boğazında qalan Cavidandan şübhələnirəm və səsim olacaq Fərhad bəy. Pas, təşəkkür edirəm. Fərhad, son söz səndə. Mən mövqeyimi bildirmən azmı, yəqin ki, Bakı olacaq soruşma. Cəfər özü bəyək səs istəmişdi, Cəfərə səs verdim. Birinci əldən sonra şey demək olur. İkinci dəfələrində argument deyəndə, yəni qapalı oyunda çox çətindir. Siz argument gətirməkdən kimsə nəsə demək istəyir, nəsə bilmirəm, yəni həqiqətən çox çətindir. Səsin də yəqin ki, bir mənası olmayacaq, elə pas deyirəm. Noç, hamı gözləyim var. Görə söyləyəcəm. Allah ölsün. Görə söyləyəcəm. Sakit. Yox.
Gözünü açır yalnız ve yalnız. Gangster mafyalar. Don 20 saniye vaxtım var. On, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, yum. Doktor, hedef. Yum. Manyak. Hedef. Yum. Komisar. Hedef. Yum. Kaburga. Yum. Kamikaze. Yum. Gözəlçə. Yum. Hamın sabahı xeyr. Tak, gözə çıxan hədəflər. Mafya ne? Tabii sana hedefi. Mənə. Qəşəng. O necə gedir? O necə gedir? Bayaq deyir ki, Orhan deyir ki, oyunda aktiv kontrol nətər yoxdur, şaqqa-şaqdır burada. Olmuşsun səsli, Mehdinə əlini qaldırır. Sən gəlsən senin Mehdinə getməlidir. Bəli. Mehdinə əlini qaldırmayanlar. Bax, mənim sizə deyəcəyim. Mehdinə əlinə getməlidir. Yaxşı, bir dənə özünüz Misli bir də ki, Cavidan. Sadiq, mən sən oyundan Baxın, bax məndə Quran Mən kartı bilirəm sən deyəsən, Mehdi mafya. Quran kartı kimdə varsa, Cavidan da qulsun. Çünki mən bayaq Onda Mehdi yox. Onda yox, tim o başqa tim var. Yox. Mehdi yox, Cavidan. Mafya. Bax, bir də mənə bax, hər ver. Mənə inanırsan, mafya var tərəfdən oynamırsan. Mafya var tərəfdən oynamırsan. Bir dəqiqə, hər başa düşün. Cavidan. Fərad sanki yox o da. Deyirsiniz. Sən haqqında doğru deyirsən. Bayaq mən Mən də durum, yazmışam nə demişsən. Yəni, Mən Fərhada səs verim. Salih Fərhad Yalçın dedi. Yalçın şimdi gəlirsən ki, Cavidanla Çünki mən sənlə söhbət edəndə Fərhadı yemirəm. Baxın. 7 mafya yoxdur ye. 7 mafya niyə? 7 hamısı çıxan Yo. mafya. Mən sən deyirəm Pərvez. Cavidanı əllə çıxardım. Bəraətə Biz sən niyə deyil? Sabina sən mafya kimi fikirləşirsənsə, Sabina aktiv kart görür. İyi ortalığa bir şey attı ki, doktor Mehdini qorur. Bildin nə demək istədir? Kim bilir? Niyə qorusun? Quranda saxlıyorsun. Cavidanı sağ bəraətə əllə çıxardım. Doktor qoruyur, doktor qoruyur. Kim yoxdur? Çünki mən sana bayaq Fərhadı yemirəm. Cavidan bırak. Mən Fərhadan əlini çıxardım. Fərhadan dedi yox. Səhv deyirəm. O dedi yox. Budur. Bax şu mənə görə Cavidan Söyle Yalçın babam gedir. Yalçın babam gedir. Mən Cavidan Mehdi'nin Yalçın babam gedir. Mehdi'ye kaldırırdı. Cavidan kaldırırsın. Ben Mehdi'nin Bir sana var. Ben pas. Cavidan'ın hamını niye çıxartmaq istəmirsiniz? Ben sen bilmeydim. Bir bakarsın. Cavidan. Kim yem olur, nə vaxtdı? Mən attım sənə yem olaraq, sən də Mən nə dedim? Yeme de bu da ne köfte bas. səsləri əllə Bir de şu çıxardım. İbrahim de manyaktır. Bağlar mafya değil. O yüzden Aa o mafya değil. Sən kimə səs verirsən?
O qardaş yanında oturur. Ama bu Səs vermişəm. ömrü boyu tərpənməyib. Nə yəni? Bu adam bizə nədir? İbrahimə. Onlarda yox. Şimdi gələcək. Bax, 5, Rusiyada olanlar yox bu sanırım. Kimdir? 1, masa stop. İkinci stop ve sonuncu stop. Samir buyur. Fidan bir tutur. Perviz buyur. Səs və arxasında qardaşım. Xeyr. Təşəkkür edirəm. Qardaş, sən dedim ki, Lenin kimi yanılsan, sən durub filama səs ver. Mən nə bilmək bilmirəm. Yox, bir də ola bilər ki, Mehdi. Mehdi bir tutur. Zəfər. Mehdi bəraətdə. Mehdi buyur. Mən acığa səs verməyəcəm. Pastiyəcəm belə də kəlbini aldım, çıxardım. Oyunda, belə deyim də, oyunda mənim hesabımla 3 mafiya qalmalıdır. Ola bilər ki, manyakla komissar düşsə də mən düşün, oyunda 2 mafiya qalıbdır. Çünki oyuna fikir verirsə, oyunda belə canlama gedir, Mehdi. Acığa da heç kimə pas vermirəm, lazım. Bilirəm ki, mafiya deyil. Bilirəm mafiya deyil. Mafiya kimi şübhələnəm qardaşlar. Səs. Heç nə pas bu versinlər mən. Sura. 3 dənə şübhəm var. Samir, Yalçın, Cavidan. Fərhadı bayaq %100 danışacağım da. Fərhadı bayaqları şeylədim. Mənə görə indi %100 mafiya Cavidandır. Mən xahiş edirəm sizdən Cavidanı əllə çıxardın. Sonra o gecə vuran kartlar, məndə vuran kart yoxdur deyə ancaq sizə əllə kömək edə bilərəm və yönəldə bilərəm və mənə inanın Cavidan mafiya. Təşəkkür edirəm. Cavidan bir tutur. Cavidan buyur. Deməli, söhbət nədən gedir? Deyir ki, birinci əl Yalçına səs verirsən, Yalçın mafiya deyir. Yalçın deyirəm, qardaş, 15 ilə deyir. Hardan dursan mafiya deyir. İkincisi, bir dəqiqə deyəm. İkincisi, qardaşa birinci əl mən səs vermişəm və səsi olmayıb deyə vermişəm. 0 idi. Heç o bəraətə də düşmədi, gecə kimi. Üçüncüsü, ikinci əl mən pas kesmişəm. Dördüncüsü deyib, gecə Fərhadı vur, deyim ki, məndə vuran kart yox. Mən çıxartmıram deyirəm ki. Ne olur? Mən sizə bir söz deyim. 200 nəfərin adını çək. 2 nəfər çıxıb 5, 4, 3. Sura bir tutur. Orxan. Məncə gecə komissar Mehdini yoxlasın, Mehdini əllə çıxartmayın. Komissar da yoxlasın da mafiya çıxar, çıxmaz. Cavidan deyil. Cavidan bəraətdə. Yalçın. Sura bəraətdə. Salih. Qardaş, o qədər sözü danışdım, bəlkə inanar. Amma durub Suraya səs verir, özü. Sura bəraətdə sən. Sən neynəcək? Mən bəyadan deyirdim, buraya aktiv mafiyadır. Buraya ehtimallar mafiyadır burada. 3 dənə mafiya qaldı. Mehdi, Qabılğan da mafiyadır. 3 dənə mafiya qaldı. Biri o dəyildi. İki qardaş bayadan konkret mafiya kimi oynayır. Yəni orada, nə bilim, qardaşın adını bilmirəm. Samir. Burada komissar Mehdi niyə yoxdur ki? Komissar ilə qardaşı yoxlasın. Overtını da vura bilir komissar. Salih səs. Səsləri bu danışdıraq, amma səsimizi hamımız qaldıraq ora. Əlimizi, qardaş. Yalçın bir tutur. Ölüb Fidan. Mən hələ də Samirdən Cavidanın %3 şübhələnirəm. 3 dənə mafiya qalsa bir Yalçın ola bilər. Samir İbrahimə səs verdiyi üçün, İbrahim də görüntüsü oyundan çıxdı. Ola bizim mafiyalar tutub İbrahim vurur. Sura ilə oynayıram Cavidanın 100% şübhələnirəm. Çünki Cavidan çox həyəcanlıdır. Cavidan deyir ki, birinci şeydə elə belə səs verdim, elə belə səs vermək mafiyalıdır. İkincidə pas verim, pas vermək mafiyalıdır. Çünki o çox üstünə fikir gəlməsin deyə. Mən Cavidan deyəcəm. Təşəkkür edirəm. Hamı əlini salır aşağı. Bizdə danışır Mehdi, Sura, Cavidan. Mehdi 30 saniyə vaxt getdi. Salih, birinci gecə 3 nəfər çıxdı, ikinci gecə 3 nəfər çıxdı. Salih, qulaq as. 3 nəfər çıxdı, mafiyanın biri getdi, qaldı 4, qaldı 3. Qabılğan oyandı, ikinci gecə oldular 4, ikinci gecə biri də vurdu, oldu yenə 3. Ən pis halda 3 nəfərdirlər ha. Ola bilər birinci, ikinci gecə manyakla komissar eyni vurublarsa da, ola bilər ikisi qalıblar. Bu bir. Yenə deyirəm, mənim üçün heç bir fərqi yoxdur. Mən birinci oyunda demişəm, komissar mənə yoxlasın. Oyunda komissar da var, komissar yoxsa pamuş komissar da var. Qardaşlarla qaldırırıq, komissar da yoxlayır, o başda oturan qardaşı. Yəni bu qədər. Yəni mənim üçün heç bir fərqi yoxdur. Çünki vuran kartımız din sakindir. Doktorda varsa məni qorumasın. Oyunda amma bilirəm ki, mafiyalar ölürlər. Təşəkkür edirəm. Stop. Sura buyur. Burada mafiya kartı yoxdur.
mən gecələr heç gözümü də açmamışam, yenə deyirəm. Yəni aktiv kartım yoxdur. Olsaydı inanın mənə, mən bu qədər hay-həşirlə deməzdim ki, Cavidanı əllə qaldıraq, özüm vurardım. Cavidanı əllə qaldırırıq. Qalxmayan əllərə baxın, diqqət edin. Yenə deyirəm, vuran kartım yoxdur. Cavidanı bir də 2 dənə şübhəm var. Biri 11 nömrəli Yalçın, 12 nömrə, biri də Samirdir mənə görə. Mən öz fikrimi deyirəm. Bunları irəli sürürəm ki, vuran kartlar gecələr bilsinlər, neyin illər. Burada sadə bir kartım var mənim. Cavidanı əllə qaldırır. Orada mafya kartı oyunun sonunda %100 tərifləyəcək ki, var. Yəni buna əmin olun. Cavidan əllə kim qaldırmasa onlara baxın. Bu qədər. Yudalıq eləməyin. Teşekkür ederim. Cavidan buyur. Belə çıxartmaq istəyirsiniz, 4-5 nəfər sözləşmişsiniz, çıxarın, istəyir müdafiə edirlər, amma onu tutarmıyız. Söz. Masa diqqətli olun, ən çox səs toplamış şəxs onu tərk edəcək. Birinci danışdı Mehdi, ikinci Sura və sonuncu Cavidan. Kim düşünür Mehdi mafyadır? Alımı yazarsan. Kim düşünür Sura mafyadır? 2 səs. Kim düşünür Cavidan mafyadır? 1, 2, 3, 4, 5, 6 səs. Cavidan oyunumuzu tərk edir. Komisar buranı, manyak oranı. Manyak oranı, komisar buranı. Dexter, bir də oyuna baxda gezən olar. Nə deyərsən? Yox. Gözü yığıram. Mən öləcəm. Vurun Yalçın. Sura bir xəbər verir. Gözün açır, gangster mafyalar. Hedef. Yum. Doktor. Yum. Manyak. Yum. Комиссар. Yok. Kabulhan. Yok. Kamikaze. Yok. Güzelse. Yok. Hamın sabah xeyir. Gecə çıxan kartlar. Onda bir dənə mafya çıxacaq, sənə vurdular. Pərviz? Buyurun. Bir dəqiqə vaxtınız var. Necə olur? Pərviz mafya deyildi. Bir dəqiqə. Hərbizə qaydım. Hərbiz sayıda səs verir. Sağlam ol. Bu 12 nəyə stoldadır axı? Komisar. Həmə gözümü açmamışam axı. Necə olur? Komisar bir nəfər vurmadı. Komisarın ondan silahı yox. Onda komisar yoxsa pamoşnik komisar var. Qardaş. İkisi də öyrənməz. Sən necədir? Komisarın ondan silahı yoxdur, gecədə neçə sizin vursun. Nə biz vurub çıxartıb. Bəlkə başqa mafya vurub çıxartıb. Yox, komisara da o boyda hədəf verdi. Yəni mən gözümü açmamışam. Ona görə mən barbar bağırıram. Şəxs sıxıb oyundan. Mafya birini vura bilər. İki dənə vura Sənə bir sən keçməli gəldi. Mən Pərvizə deyəndə buna əl qaldıram. Manyaklara bax. Məncə komisar bu. komisar özü üçün oynayır. Elə Komisar- olursa yəqin ki. Hə, özü üçün.
Ya da yoxlayıb mafya etsin. Ya da ki, Görməni çıxara bilərəm. Dolub cəmsə lazım kişilər. Kimin? Yalçını çıxaracaqlar. 12 yaşda olur ki. 4 şimdi. Sən yenə mafya çıxsan var ha. Salih, Ay Taykeş yerimize Ay, güzel Salih. mafya. gel kardeşim ben dolu götürelim sana koyuyorsun. Amma Suriya 2 səhər qalmışdı, o heç kəs səhər Bu qalmadı. doğmuştu ki kardeş Ben mafya ikinci gecesi. kimanın Yalçını gördüm. O işte abi. O 100% mafyacı. Ya. Hatta o çıxdısa bu da mafya yoldaşıdır. İkisi də sənin səsin var. Ama Yalçını peki bir de beni. Sən də bunu bəraət olmalı. Ne sən vahşi danışırsan. İki tane mafya var. Canlı bəraətdəydi. 5, Ne adını sırf danışdırma. Bilərdin nə ki. Salih. Yalçını elden çıkardı. Orhan bayaqdan getmirdi işimiz. Orhan dedim get Yalçın. Yalçına razısan elden çıkardı. masa stop. Niye? İkinci stop. Gözün doğru Sonuncu stop. Səs və yaxud da pas. Cəfər. Sonra. Sonra bir tur. Sonra səs və yaxud da pas. Samir bir tur. Vuraq səs və yaxud da pas. Yalçın bir tur. Yalçın səs və yaxud da. Sonra bəraətdə. Salih səs və yaxud da pas. Cəfər bir tur. Fidan səs və yaxud da pas. Yalçın bəraətdə. Samir səs və yaxud da pas. Hamı əlini salır aşağı. Bizdə danışır Sura və Yalçın. Sura buyur. Mən bar bağırıram, mənə də səs verirlər. Yəni 10 farklı, mən uca konkret olaraq, iki mafya olaraq onlardan şübhələnirəm. Ona səs verir. Nə bilim, iki mafya qalıb deyə bilmirəm. Deyəm. Mən Yalçın deyirəm. Məndə mafya kartı yoxdur, vuran kartı yoxdur, aktiv deyiləm. Ona görə ancaq danışaraq ifadə edirəm. Burada mafya kartı yoxdur, Yalçın. Təşəkkür edirəm. Yalçın buyur. Demək, mən oyun başlayandan 2 nəfərin üstünə getmişəm və 2 nəfər həmin 2 nəfər, həmin 2 şəhər üstümə gəlib və bir dəfə də 16 nəfər xanıma xod elədim və o da mənim üstümə gəldi. 3 dənə mafya nağdı. Biri Sura xanımdır, biri mənim bölümdə adım həmşə Salih, bir də siz. Yəni, problem yoxdur. Mənə əldən çıxartmaq istəyirsiniz, çıxartın. Mənə qalxan əllər, yəni bəllidir. Həm mənə qalxan əllər bəllidir və mafiyalar da onlardır. Əlimiz qalxsa, vətəndaşlar udacaq. Bu qədər. Bu qədər. Bu qədər. Təşəkkür edirəm. Masa diqqətli olun. Ən çox səs toplayan şəxs masanı tərk edəcək. Birinci danışdı, sonra ikinci danışdı Yalçın. Otur, çox gəzirsən, otur. Görmürəm. Bildim də əzizim. Otur, zəhmət olmursan. Birinci danışmışdı sonra. Kim düşünür? Sonra mafiyadır. 1, 2, 3 səs. Kim düşünür? Yalçın mafiyadır. 3 səs. Hesablayayım. Noç. Gecə. Mehdi. Yox. Gecə. Sakit. Yox. Gözünü açır gangster mafiyalar. Hədəf. Yox. Doktor. Yox. Manyak. Yox. Komissar. Yox. Qabalhan.
Xəlçə. Yox. Hamının sabahı xeyir. Gecə çıxan kartlar. Masa sakit. Heç kim danışmır. Oyunda qalıb nömrə 4, nömrə 8, nömrə 11, nömrə 12 və nömrə 16. Bir dəqiqə vaxtınız var. Bu qrup argumentlə səs verəcəksiniz. Buyurun. 5 nəfər. Mən argumentim indən desəm olar, ya saydası yoxsa səs vermədə deyil. Versən nə oyun? Dayı, qulaq alsın. 12 nömrə dedi ki, oyun bu turda qabaq. Onu Salihə də bildirdi ki, 2 mafiya qaldı oyunda. Qrupdan qabaq. Bayaq məndəki vəziyyət dedim, 2 mafiya qalıb oyunda. Hardan bilə bilər? Mən bilirəm ki, mafiya yoldaşım qalıb və mən qalmışım. 2 mafiya qalıb oyunda. Qardaş onu dedi ki, 2 mafiya qalıb oyunda. Hardan bilə bilər? 5. Ne, hani mafiya? 4. İndi 1 mafiya qalıb oyunda. 2. Döyün. Masa stop. Sonra argument və səs. Argumenti mənə elə gəlir, doktor idi. Qoruyurdu. Mümkün deyil, çox işlə mən vurmayam. Mən Olikla Fidandan konkret şübhələnmirəm. Mən belə düşünürəm, 1 mafiya qalıb. Samirlə mənə niyə səs verirsən? Ona görə fikrim ancaq sənə gedir mənim. Samirdən bütün fikrim yönəlir sənə tərəf. Şəxsən mənim. 5, 4, 3, 2, 1, pas. Yox, Oxan buyur. pas yox, o ki. Dedim axı, argument olmalı. Bak, argumentimi yer deyirəm. Bu insan bayaq dedi ki, 2 mafiya var. Hardan bilinə bilər 2 mafiya var? İkinci növbədəki mafiya gedəsin və burada sərpəniş elədi. Konkret yanımda oturdu, bu şəxs hiss elədi, mafiya gedəsin, sərpəniş oldu. Səs verən kişilərdə olan, əgər olmasa, komissar oyunda çox güman vursun buranı. Yalçın bir tutur. Yalçın buyur. Pas. Pas. Fidan buyur. Mən də Yalçın'dan şübhələnirəm. Bir pas dediyinə görə mafiya hərəkəti bayaqlı Cavidanda da bir Salih Muhtar. Məncə mafiya Suranın üstünə getdiyi üçün Suran bayaqda mafiyaları tasmağa çalışır, amma o Suranın adını çəkir. Niyə? Məncə mafiya. Yalçın bəraətdə. Samir pas. Bizə danışıq təkcə Yalçın. Yalçın buyur. Mən bəraətdəyəm səhərə. Bayaqdan 3-4 dəfə bəraət əsmişəm. Gecə məni heç kim vurmur, çünki açıq hədəf mənəm, mən vurmur. Mafiya biri 16-dır, nəqdir. Nəqdi biri 16-dır, biri də Suraxan. Nəqdi biri 16-dır amma. Birinci komissardan xahişim, 16 nömrəni gecə yoxlasın, oyunu bitirək. Bu qədər. Masa diqqətli olun. Kim düşünür Yalçın mafiyadır? Pobeda mafiya. Oturup